Sosial Xidmətlər Agentliyi tərəfindən daha 62 imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya mərkəzinə göndərilib. Yollayışla təmin olunan şəhid ailəsi üzvləri və əlilliyi müəyyən edilmiş şəxslər Duzdağ Estate sanatoriyasında bərpa müalicə kursu keçəcəklər. Sosial Xidmətlər Agentliyi tərəfindən post-müharibə dövründə 12.700-dən çox imtiyazlı şəxs sanatoriya, kurort və müalicə mərkəzlərinə yola salınıb. Mənə zəng elədilər, mən növbəyə durmuşdum, növbəli şəkildə məni çağırdılar. Gəldim Lənkərana. Lənkəranda mənim kağız közlərimi hazırladılar, göndərdilər Bakıya. Növbəli şəkildə məni göndərdilər Naxçıvana, Duzdağına. Çox razıyam, hər şey qaydasındadır. Mən demək 3-cü dəfədir Naxçıvana gedirəm, Naxçıvan şəhərinə, müalicəyə. 2 ildir dalbadal demək olar ki, Duzdağına gedirəm. Mən özüm asmatikəm, belə asma xəstəsiyəm. Şükür Allah, elə birinci dəfə gedəndən mən Duzdağına o müalicənin xeyrini gördüm. İndi demək olar ki, lap yaxşıyam. İndi bugün də gedirəm, Allahın köməkliyindən sağ-salamat gedib çıxarıq, müalicələri yeni qaydarıq. Mən Səfər Əliyev Təranə, Cəbrayıl rayonu məcburi keçkinəm. 11-ci ildən müraciət edirəm Sosial Agentliyinə. Allah dövlətimizi qorusun, oğullarımızı qorusun. Tez-tez sanatoriyalara göndərirlər, dost mərkəzdən növbəyə durmuşam, indi də Naxçıvana gedirəm.